Deməli qol. Qolda birinci bizə lazımdır mərkəz nöqtəsi. Ona görə də biz ilk növbədə bax bu 36-nı yarıya bölüb mərkəz nöqtəsini tapırıq. Dən aşağı bir dənə xətt. Bax mərkəz nöqtəsini tapdıq. Sonra bu iki kusok alınmadı. Bunları da yarısını tapırıq. Bax bunları. Amma aşağı qədər çəkmək məcburiyyətində deyilik. Bu qədər bəs eləyir. Bu mərkəz nöqtəsi var ha. Bu mərkəz nöqtəsi ilə bax bu yan hissəni birləşdiririk. Düz xəttlə, xəttkeşlə. İki tərəfə də. Baxın indi. Bax burada bu kusoklar alınır. Bax xəttlər bax bu 4 dənə. Fikir verirsiniz. Bunların da yarısını tapırıq. Bax bunların da. İndi ola bilər ki, əlim sürüşüb, biri böyük, biri balaca düşüb, amma xəttkeşlə işləyəndə hamısı bərabər alınmalıdır. İndi bax nə edirəm? Tapdığım həmin mərkəz nöqtələrindən buradan 1 sm, buradan 2 sm, buradan da 2, buradan da 2. Düşdüm və nöqtələri tapdım. Bax, buradan başlayıram çəkməyə. Gətirirəm, tapdığım birinin üstündən keçdimmi? Gəldim kəsmə nöqtəsinə. Qalxıram yuxarı. 2-nin üstündən keçdim. Yenə buradan kəsmə nöqtəsindən keçdim. Bax 2-yə. Düz. Təsvirlədiniz. Bax qolun baş hissəsi hazır oldu. Aşağıdan Hə, bunu aşağıdan götürürsən, bunları yuxarıdan götürürsən. Paralel deyəndə ki, perpendikulyar da. Hə. Deməli, bu bir düşdüyüm yer olur qolun arxası, 2 düşdüyüm yer olur ön hissəsi. İstəyirsiniz üstündən yaza bilərsiniz. İndi bəzi şeyləri də izah eləyəcəm. Hələ ki burada 2 qalxdım. Ramkaya görə onu mən sizə indi izah eləyəcəm. Nə qədər qalxıb, nə qədər düşmək lazımdır. İndi gəlirik qolun ətəyində hələ ki 3 sm yanlardan girir, sonra lazım olduğu qədər yığırıq da o hissədə. Aşağı hissəsi daha istəkdən asılıdır. Kim dar istəyər, nə bilim, enli istəyər, ona uyğun qoyur. Ya ölçüb götürürsüz, ya da ki primerkada onu orada yığırsınız. Bu hissəni mən çertyoz özünüz çıxaranda izah eləyəcəm. Buradan bəzən bir yarım da qalxırıq, onu mən çertyozda sizə izah eləyəcəm. İndi baxarıq. Məsələn, səndə də balaca alınacaq güneldə də. Sizdə amma 2 ilə yaxşı olacaq. aşağı qolunu istəyirəm. Orada 3 sm içərim, əksinə biləcəm. Hə, o indi baxır da, dirsəkdən əgər böyüməsini istəyirsənsə, dirsək yerini tapıb ondan bu aşağı hissəni kulyoş götürə bilərsən. O üçün belə bu gəlirəm. Hə, onu gəlirsən, hazırı çıxır, hazırından sonra o prosesi davam edirsən. Dar da qoyanda eləyə bilərsən və yaxud da ki, o kəsik kulyoş da birləşdirə bilərsən. O baxır da indi qolların formasına. Əslində bu sadə qoldur, mən sizə bütün qolları izah edəcəm. Siz hələ ki sadəni kəsmişik, bunu biçək. Sonra o birisi dərsdə bütün qollar axı fərqlidir. Puşunu var, nə bilim büzməli var, ətəyi büzməli var. Onların hamısını çertyojunu gələn dərs verərəm sizə. İndi sadəni biçək, təsviriniz yaransın, ondan sonra mürəkkəbləri izah edərəm. Hələ ki bunu biçək. Gördünüz, qoydum bax bu hissədən qolu bir balaca qatlayır. Bax bura kimi. İndi daha nə uzunluqda? Uzun istəyirsənsə buradan ölçürəm. İndi daha sən nə qədər istəyirsən də, dirsəkdən istəyirsən buradan. Əgər yox indi dirsəyə qədər götürmək istəyəcəksənsə, daha nə qədər uzunluqda istəyirsən götür. Daha qatlamaq lazım deyil. Bax necə ki koftanı qatlamışdın, 2 qat. Bunu da elə qatlayırsan. Koftanı uzunluğuna kəsmişdik. Elə bil ki, qolları da uzunluğuna kəsirik. İndi bu istiqamətdə çək üstünə. Nə qədər istəyirsən qolu? Tam simmetrik bölmüsən. Elə ona baxıram ki, bu simmetrik oxşamır. Oxşamadı, hə. Simmetriya yoxdur, bax. 44. Tam buradan qoy. 44. Gör nə qədər fərqli var, necə belə səhv eləmişik. İndi bunu belə birləşdir.